Sizlərin sahəsində Azərbaycan öndə gedən ən azından respublikalardan birisi idi. Bu nöqteyi nəzərdən də Brejnev, yəni belə bir nitq söyləmişdi. Mən istərdim ki, ilk öncə siz qeyd edəsiz. Siz bu müddətdə ki, hansı ki artıq orada Azərbaycanı təmsil edirdiniz və Azərbaycanı təmsil etdiyiniz ərəfədə neçə yaşınız vardı? 23 yaşım var idi mənim. Maşallah. SSRİ deputat seçiləndə 23 yaşım var. Həmin müddəti, yəni adi bir tütüncüydünüz. Adi tütüncü. Ali təhsil almamışdınız. Üzümçü, dərvəzçi. Bəli, təhsil almamışdınız da, ali təhsil. Ənbə baxmayaraq ki, seçilən qabaqcıl işçilərdən olduğunuz üçün və qabaqcıl gənclərdən olduğunuz üçün ön planda Azərbaycanı SSRİ dövlətləri içərisində təmsil edirdiniz o sahələrdə. Və bu müddət ərəfəsində əsasən bu sinənizdə ki, hansı ki var ki, medallar görürük biz. Həmin o medallarla bağlı danışardınız ki, o medallar əsas sizdə hansı xatirələri? Mən 9-cu, 10-cu 5 illiyin qalibi olmuşam. Bu nişanların, ordenlərin biri onlardır. Ondan sonra deputat seçiləndən sonra Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilab ordeni ilə. Xahiş edirəm bir dənə göstərərdiniz ki. Göstərərdim. Yəni özünüz sinənizdə var da ordenlər sinə. Hə. Yəni ki Oktyabr İnqilab ordeni, Qırmızı Əmək Bayrağı ordeni. Bunlar da sosialist 10-cu, 11-ci, 15 illiklərin qalibi döş nişanıdır. O isə 9 üzərinə yazılanda 9-un. 9-cu çağırış. 5 illik. 9-cu, 10-cu 5 illiklərin qalibi döş nişanı. Və SSRİ-nin o Ali Sovetinin deputat olmağı. Seçiləndən sonra bunları. Bəs o balaca nə idi? Xırda onun altında var bayrağın ordeni. Hə, bəli. Bu da Sovet dağılandan sonra lap axır-axırda rayon sovetinə deputat seçmişdilər. O idi bu balaca nişanda. Onlar idi. Çox gözəl. Və burada biz məsələ çəkiliş ərəfəsində gördük də hansı ki beləncə bir 60 illik var idi. Bu nə idi? Naxçıvanın 60 illiyi də o Moskvada vermişlər onu. Leninin xatirə döş nişanı idi. O 17 neçənci ildə konstitusiya qəbul olanda onu bizə xatirə döş nişanı kimi vermişlər. Moskvada vermişlər onu. Yəni hətta orada ümumi 15 respublikanı əhatə edən konstitusiyanın müəyyən edilməsi üçün bəli. Orada mən görürəm ki, məsələn sizin ali təhsil almağınız üçün hansı ki tələbəliklə bağlı olan nişanınız da var. Siz artıq o parlamentdə təmsil etdiyiniz ərəfədə təhsil aldınız, eləmi? Bəli. Və haranı oxudunuz? Mən Bakıda sessiyadaydım. Sənət qəbulunun axırıncı günü idi. Bir gün ondan əvvəl axşam saat 5-də qatardan düşdük, onda qatar var idi. Dedilər ki, səhər çıxmalısan Gəncəyə, dedim ki, xeyir olsun, nə yaxşı. Dedilər, tələbə qəbulunun axırıncı günüdür, sabah sənət verməsən olmayacaq. Heydər Əliyev tapşırmışdı kolxoza ki, mən sənətlərimi hazırlasınlar, səhər mən götürüm onları gedim. Balacana avtobus gedirdi. Mənə yerdə ayarlamışlar ki, yerdə oturub, avtobusda oturub gedəm. O qədər adam var idi ki, mən güclə avtobusa gedim. Naxçıvandan Gəncəyə ayaq üstə getdim. Siz əsasən Naxçıvanı təmsil edən? Hə, Naxçıvanı təmsil. Sizinlə baxan bir başqası da vardımı, yoxsa elə tək siz? Bizimlə bərabər Mirhəmiz Eyminov var idi, sosial səmək qəhrəmanı idi. Taxılçı, tütüncü, rayon iqtisadiyyatı tütüncülüyü idi, taxılçılıq idi. Bəli. O var idi. Ondan sonra Lətifə Babayeva var idi, taxılçı idi. Tovuz var idi, şifini fabriklər idi, tikişçi idi. Nə bilim, çoxlu adamlar var idi da. Sonra var idi, Rəxşəndə var idi, Mətanət var idi, Göyçayda tərəvəzçi idi. Yəni ki, əsas Naxçıvandan təmsil edənlərdən deyirəm. Naxçıvana 12 nəfər təmsil edirdik. Çox gözəl. Və orada xatirələr ərəfəsində siz ki,
qeyd elədiniz ki, kimlər var idi. Bunlarla bağlı hansısa şəkilləriniz, nəsə Var, varmızdı? o qədər şəkillər var ki. Şeyin, Onunla çünki doğrusu- məqalələrinizi görürük orada, Hə. tütünçülər, nə bilim, onlarla bağlı olacaq hissəsini. Sizin deyəsən burada qəzetlərdən hansı ki materiallardan zətdən əlavə. Bax bu şəkil, bu sizin cavanlıqmı Bu şəklinizdir? mən birinci dəfə sessiyaya gedib gələndən sonra şəkilimdir. Birinci Hə, dəfə deməli onda bu şəkil artıq çəkmişəm. medallardan hansısa bayraq Hə, almışdınız, şey, elə? Bayraq almışdım. Hı Bir hı. də 9-cu beşilliyin qalibi idim. Bir Hı də hı. Qırmızı Əmək Bayrağı ordeni almışdım. Hə, o zaman Hə, və bu birisi xatirələrdən nədir? Bu Oradan birisi xatirələrdən instituta qəbul olduğum illərdə birinci sessiyada çəkilən şəkildir. ay sağ ol. Kənd Təsərrüfatı Hı İnstitutuna hı. girmişdim. Oradakı şəkildir. Ondan sonra şeyə gedəndə, Moskvaya gedəndə Heydər Əliyevlə şəkil çəkdirmişdik. Bunların birinin də içində mənəm burada Heydər Əliyevlə çoxlu şəkillər. Biz orada Rəşid Behbudovu da görürük. Bir Hə. çox Azərbaycandan adamlar görünür ki, Hə, var. Heydər Əliyev demək olar ki, hər kəsi öz Hər kəsi. ətrafında cəmləyib. təmsil Hə. edirdik. O birisi Sonra burada sessiyada oturmuşuq. Bu Mirhəmzə Eminovdur. hı hı. Bu Mirhəmzə Eminovdur. Bu Vaqifdir, montajçı idi bu. Hı. Elektrik işinə baxırdı. Bu Tovuzdur, bu Lətifədir. Bu Rəşid Behbudovdur. Bu yazıçıdır. Hı. Bu İlyas Əfəndiyevdir, kimdir bu? Hə, İlyas Əfəndiyev. İlyas Əfəndiyev. Bəli. Əlavə o birisilərdən. Bu da sessiyada oturduğumuzdur. Yenə bu şeydir. Azərbaycanda Nazirlər Sovetinin sədri idi. Hı. Nazirlər Sovetinin sədri idi. Bu da yenə yazıçı idi. Bu da Rəşiddir yenə. Bu da Mərkəzi Komitədə işləyirdi. Hı. Burada Mərkəzi Çox Komitədə gözəl. işləyirdi. Bizlə dururdu. Bəs o xanımlarla Yenə bu Hə. Eminovdur, Mirəmzə Eminovdur. Bu mənəm, bu Lətifədir. Bu da Tovuzdur, bu da Vaqifdir. Bu da Tamilladır. Müəllim idi. Hı hı. Bakıda seçilmişdi. Bunlar. Bunlar. Bildim. O birisi Sonra bu xatirələrimiz. sessiyada çəkdirmişik. Mənəm Zalxay Həsənovdur, Rəxşəndə Verdiyevdir. Hı hı. Qurtalar sarayında çəkdirmişik sessiyadan Hə, sonra. çox gözəl. Onu çəkdirmişik. Ondan sonra burada yenə Qurultalar sarayında sessiyadan çıxmışdıq. Bu Şəmamadır, Elmira xanımdır, həkim idi, Bakıdan seçilmişdi. Vəsilədir, bu müəllimdir. Bu da müəllim idi, adı yadımdan çıxıb düzülürsən. Bu Vəsilədir, Vəsilə Hüseynovdur. Bu erməni idi, Roza Petrusyan. Azərbaycanı təmsil Azərbaycandan edənlərdən təmsil idi. edilmişdi, Qarabağdan seçilmişdi. Aha, bəli. Qarabağdan seçilmişdi. Bu Gülşən idi, Qusardan sağıncı kimi seçilmişdi. Bu qız şifeyni fabrikdə Hı hı. işləyirdi. Nədir? Bu tikişçi idi. Tikişçi. Tikişçi idi. Bu Göyçəkdən seçilmişdi. Nar. Hı. Nar becərib. Narçılıqla bağlı olan. Narçı idi. Nəysə, bunların hamısı bu Kəsrə Həsənovadır. Tələbəsi idi. Hı hı. Lənkərandan seçilmişdi. Bu yenə bir müəllimədir. Bu Züleyxa Hüseynova var idi. Odur. ASB-sin sədri idi. Bu mənəm, bu da Lətifədir. Çox gözəl. Azərbaycan Məsəl nümayəndələridir bunlar. gözəl ki, məsələn siz əlaqə saxlayırsınızmı keçmiş hansı ki millət vəkillərindən? Bunların çoxsu rəhmətə gedibdir. Kəsrə ilə əlaqə saxlayırıq, gedib gəlirik, səhləşirik. Yəni istərdiniz ki, yəni hansısa sağdırsa sizinlə əlaqə yaratsın. Yəni efirimizdə görərsə də. İstəyərdim, istəmirdim. Çox İstəyərdim ki, onlar. Mən elə başa düşürəm ki, yəni Heydər Əliyevin hansı ki sizin istər ki Sovet SSR dövlətlərdə qurultayda olarkən və yaxud da hansısa tədbirlərdə olarkən sizi ən azından görüşlər keçirirdi, Çox sizlə görüşlər. münasibətlər və sizə ən azından dəstək olurdu və bu səbəbdən də görürəm ki, ən azından öndə üst hissədə Heydər Əliyevin də şəkli öz yerini alıbdı sinənizdə. Yəni bununla bağlı olaraq, yəni Heydər Əliyevdən hər gün sessiyaya gedəndə bizi orada yığırdı. Heç sessiya başlamamışdan yığırdı, iclas edirdi. sizə dəstək olur. Dəstək olurdu. Verirdi, nədir? Fikirlərini bölüşürdü və sizi Fikirlərini bölüşürdük. Müdafiə.
məsləhətlərini verirdi, deyirdi bu olsun, bu olsun, Hı bunu hı. eləyin, bunu eləyin belə. Sonra da bir də sessiya qutarandan sonra yığırdı bizi. Deyir ki, razı qaldınız, narahatçılığınız yoxdur. Yəni çoxlu sözlər danışırdı, biz də çox səmimi qəbul eləyirdik o sözləri. Mən də ki, Naxçıvandan olduğuma görə xüsusi danışdırırdı, deyirdi. Kolxozda vəziyyət necədir, nə qədər maaş alırsınız, nə edirsiniz, bizim hökumətimiz haqqında nə danışırlar, nə qoyurlar, deyirdim nədir. Gecələr hamı kolxozda işləyir, başımız qalçıbdır. Kolxoz işlərində heç başqa sözlər danışmağa vaxtımız da yoxdur, vaxt da yoxdur, dinləmirik də. Buradan da gedəndən sonra, sessiyadan gedəndən sonra orada kolxozda iclas çağırırdıq, işçilərimi yığırdım, ağsaqqalları yığırdıq, idarə işçiləri. Kim istəyirdi, açıq iclas idi, gəlirdi, hər kəs öz sözünü deyirdi. Neylədiniz, nə iş gördünüz, sizə nə dedilər, dediklərin, orada eşitdiklərimizi, gördüklərimizi bir də onlara danışırdım ki, bax belə gözəl bir məclislər olduq, belə Brejnev çıxış elədi, Podgorno çıxış elədi, Əliyev çıxış elədi. Gözəl bir tədbirlərdə iştirak elədik, oradan da gəldik. Mən də gəldim sizə o tədbirlərin ümumi nəticəsini danışım ki, bax belə bir gözəl Qurultaylar Sarayında bizim Azərbaycan nümayəndələri, Azərbaycan Naxçıvandan da misal üçün mən